Çox təəssüf ki, ömrümüzün elə bir yaşına çatdıq ki, bir gedirlər, bizim nəslin nümayəndələri, sayımız azalır. Bu günlərdə biz Azərbaycan kinosunun, Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin çox böyük bir şəxsiyyətini, sənətçisini itirdik. Bu bütün mənada böyük itkidir. Rasim Balayev sıradan bir sənət adamı deyildir. Rasim Balayev Azərbaycanın kinosunda, Azərbaycan teatrında özünün qızıl səhifəsini yazmış böyük bir aktyorumuzdur. Rasim müəllimi mən tələbəli illərdən tanıyıram. O bizim Nəsimimiz idi, bizim Babəkimiz idi, Mamsı Beykimiz idi. Eyni zamanda dostumuz idi, yoldaşımız idi, tərəf müqabilimiz idi. Bu səhnədə mən Aydın tamaşasında oynamışam, Dövlət bəy oynamışıq, İblis tamaşasında mən o Arif oynayırdı. Allah rəhmət eləsin. Sadəcə mən bir şey demək istəyirəm. Əzizlərim, gəlin yaşad olmuş insanlarımızı qoruyaq. Onların səhhətinə problem yaradacaq məsələlərdən çəkinək. Hər birimiz, hər kəs gəlib müəyyən yaşa çatacaq. Hər kəsə cavab vermək imkanında olmayacaq, gərək bilməyəcək. Amma biz böyük insanlarımızı özümüzdən böyüklər itirəndən sonra onların arxasınca gözəl sözlər demək əvəzinə sakin olaraq, sağ ikən onların daha çox yaşamasına səbəb olmağa çalışmalıyıq. Rasim Balayev bütün əməyi ilə, həyatı ilə xalq qarşısında da, mənsub olduğu millətlə, dövləti qarşısında da böyük xidmətlər göstərir və bunun dəyərini alıbdır. Və bundan sonra da Rasim Balayev fizik bizdən ayrılmış olsa da, mən onu bizdən yaşayacaq, çünki onun filmləri, tamaşaları var. Yaşayacaq, amma mən sadəcə olaraq bir şey demək istəyirəm. Biz dəyərli insanlarımızı itirdikcən onların, çox böyüklərin yeri boş qalır. Onu doldurmaq mümkün olmur. Sadəcə olaraq çalışmaq lazımdır, bu boşluqların sayı az olsun. Böyüklərimizə dəyər verək, kiçiklərimizi sevək. Çünki kiçik səbəbləri böyükdəcək. Buna görə bizim millətimizin ən önəmli cəhətlərdən biri odur ki, böyüklərinə qiymət və dəyər versin. Amma sağlığında, dünyasını dəyişəndən sonra. Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Allah Rasim Hədimə rəhmət eləsin. Yeri değişdirsin inşallah.